Salam əziz tamaşaçılar, xoş gördük hər birinizi. Laf TV-nin efirində müzakirə vaxtı sizinlə mənəm Ləman Ələşrəf qızı. Qazaxıstanın paytaxtı Astanada keçirilən beynəlxalq musiqi müsabiqəsinin final mərhələsində Azərbaycanı münsiflər heyətində təmsil edən müğənni Samirə Əfəndinin 12 xal verdiyi və sonradan qucaqlaşdığı erməni müğənni Saro Gevorkyan keçmiş dırnaqarası Dağlıq Qarabağ ordusunun tərkibində xidmət edibmiş. Bu barədə Ermənistanın internet resurslarında məlumatlar yayımlanıb. Bildirilir ki, Gevorkyanın hərbi xidməti barədə ilk məlumat 2021-ci ildə yayılıb. Erməni mediası o zaman Yeni Dalğa musiqi festivalında iştirak edən Gevorkyan barəsində hazırladığı materialda onun Xankəndində keçmiş dırnaqarası Dağlıq Qarabağ ordusunun tərkibində xidmət keçdiyini də yazıb. Amma Gevorkyanın hərbi xidmətinin hansı illərdə keçdiyi barədə məlumat verilməyib deyə xəbərlərdə qeyd olunur. Əziz tamaşaçılar, hər halda mövzunu bildiniz. Yəni, xüsusilə son günlərin ən populyar mövzusuna çevrilən Samirə Əfəndinin erməni müğənnini qucaqlaması. Yəni, xalı mümkündür verilsin. Mən dünən də dedim ki, yəni, xalı vermək, 12 xalı vermək çox böyük ehtimalla bir siyasi qərardır. Çünki ölkələrimiz sülhə doğru irəliləmək istəyirlər. Sülh anlaşmasından bəhs ediriksə, əlbəttə ki, bu siyasi bir qərar ola bilər. Amma burada məsələnin başqa bir tərəfi var. Ermənini qucaqlaması. Üstə gəl indi biləndə ki, Ermənistanın deməli ordusunda yox, o Dağlıq Qarabağ, dırnaqarası, o qondarma qurumun ordusunda xidmət edib. Məsələ biraz da qəlizləşir. Bu məsələdə Azərbaycan cəmiyyəti də iki hissəyə bölünüb, yeri gəlmişkən onu da deyim. Məsələn, mən bugün baxıram, xüsusilə sosial mediada, hətta Samirə Əfəndi haqqında sərt fikirlər səsləndirən Akif Nağının özünü də hədəfə alanlar var. Düşünürlər ki, ona qarşı, bir qadına qarşı belə davranmaq lazım deyildi. Cəmiyyətdə dediyim kimi bu məsələdə iki tirəlik var. Əslində isə, əziz tamaşaçılar, burada bir məqam da ortaya çıxır. Yenə də bu xanımın, elə deyir, qaş düzəldən yerdə gözlə vurub çıxartması, onun verdiyi açıqlamalar, belə deyək, astarı üzündən betər, üz astarından betər, belə bir fikir də var. Orada da belə bir fikir səsləndirib ki, bilirsiniz də Qazaxıstanı səhra ölkədir, bəlkə məni öldürüb elə orada atacaqdılar, onda xoşunuza gələrdimi? Yəni, hiss olunur ki, qadının özü də çaşbaş durumdadır. Detalları isə, əziz dostlar, burada siyasi şərhçi Məhəmməd Əsədullazadə ilə müzakirə edəcəyik. Hər birinizdən ricam, verilişimizi lütfən bəyənin və paylaşın. Mövzu əlbəttə təkcə Samirə Əfəndi deyil. Mövzu genişdir. Bilirsiniz, bugün Azərbaycanda həm də adlı sanlı bir həkim, indi görürəm TikTok sosial şəbəkəsində hətta həkimin belə gözəl bir həkim olduğundan da bəhs edilir. Amma ola bilər yaxşı həkimdir, amma yaxşı insan deyil. Ölkəsində SSR bayrağını qaldıran, Azərbaycanı təkrar SSR-nin boyunduruğuna salmaq istəyən adamlara yaxşı adamlar demək olmaz. Ona görə də bugün mövzumuzu nəzərə alaraq hər birinizdən də aktivlik nümayiş etdirməyinizi istəyirəm. Siz də başlayın, biz də başlayaq. Məhəmməd bəy, xoş gəldiniz. Xoş gördük. Mən əvvəlcə Samirə Əfəndidən danışmaq istəyirəm. Çünki bugün xəbərlərimin ikisində də elə SSR bayrağı qaldıran o həkimdən və onun tərəfdarlarından danışmışam. Amma o haqda da danışacağıq. Çünki həqiqətən də yəni ilin günündür bu vaxtında SSR bayrağı ilə küçələrə çıxmaq və orada nə bilim Leninin portretini öpüb əzizləmək və s. və ilaxır bütün bunları etmək hər halda xeyli dərəcədə absurddur. Danışacağıq bu haqda. Amma dediyim kimi Azərbaycan cəmiyyəti xüsusilə bu xanıma fokuslanıb və bugün də bu xəbəri elə hey mətbuat eşəliyir. İndi məlum oldu ki, ümumiyyətlə erməni, sən demə o dırnaqarası Dağlıq Qarabağ ordusunda xidmət edən biridir. Deməli, Azərbaycana qarşı hazırlanan, bəlkə də əlinə silah da alıb, bəlkə də döyüşüb, bəlkə də 44 günlük müharibədə döyüş yolda keçib, bəlkə də ondan əvvəldən hansısa bir fəaliyyəti olub. Hər halda belə bir adama qucaq açması cəmiyyətdə bir mənalı qarşılanmır. Sizin düşüncəniz? Salamlayıram tamaşaçıları. Təbii ki, Ermənistanla Azərbaycan arasında danışıqlar prosesi gedir. Azərbaycanla Ermənistan arasında sülh prosesi istiqamətində addımlar atır və bu da rəsmi protokol çərçivəsində. Bunu dövlət özü atır
liderlər özləri bu prosesi atır. Bu sülh prosesində hər hansı bir nə siyasətçi var, nə də hər hansı bir ziyalı var. Qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyətinin nümayəndələri müəyyən bir qrup çərçivəsində qarşılıqlı səfərlər edir və bu demək deyil ki, Ermənistanla Azərbaycan arasında sülh prosesi formalaşır və xalqlar sülh istiqamətində artıq bir-birlərini başa düşür. Baxın görək, Azərbaycan xalqı təbii ki, sülhün tərəfdarıdır. Amma Ermənistan xalqı hələ də Azərbaycanla barışmaq fikrində deyil. Ermənistan məhz Azərbaycanın hərbi gücünün nəticəsində Ermənistan kapitulyasiya aktına imza atıb. Nikol Paşinyan Xankənddə gəlib demirdi ki, Qarabağ Ermənistandır. Yəni bunu hansı qrup göndərib Qazaxıstana Samirə adında, mən onu oxuyançı deyirəm. Və o oxuyançı və ikincisi niyə Avroviziyada təmsilləyib Azərbaycanı? Uğur qazanmayıb da, doğrudur. Göründüyü kimi də uğur qazanmayıb. Ümumiyyətlə 12 bal tamam verildi. Buna heç kim etiraz etmir və bu dövlətlər arasında təbii ki, müəyyən bir yumşalma prosesinin tərkib hissəsidir. Amma bir qadının erməni kişisini qucaqlamağı təbii ki, bu Azərbaycan xalqında ikrah hissi oyatdı. Və o heç vaxt deyə bilməz ki, Azərbaycan xalqı adına və dövləti adına mən sülh istiqamətində buna addım atıram. Sən kimsən? Belə bir addım atırsan, bu yol verilməzdir. Özlə deyir ki, mən qazi qızıyam. Hər hansı bir qazinin qızı mən düşünmürəm ki, qazi imkan verməz ki, övladı gedib bir erməni kişisini qucaqlasın Avto Respublika qarşısında və həmin erməni dığası da məhz Azərbaycanın ərazisində qanunsuz hərbi xidmətdə olub. Yəni, prezidentin siyasəti ilə bunu pərdələyir. Sən kimsən prezidentin siyasətinə danışsan, dövlət siyasətinə danışsan, sən oxuyansan, tamam 12 bal verdin, amma sülh istiqamət, sənin erməniyə rəğbətin var ki, onu sən qucaqlayırsan. Kim erməniyə dayı deyirsə, kimi ermənini qucaqlayırsa, o Azərbaycanlı ola bilməz. Bu danılmaz faktdır. Bizim içimizdə 30 min erməni qadını var və onların övladları, nəvələri var. Təbii ki, kim erməniyə dayı deyir, gedib desin, onlar bizdən ola bilməz və bunu Azərbaycan xalqı adına, Azərbaycan dövləti adına deyə bilməz. Bu Azərbaycan xalqının milli hissiyatına toxunmaqdır. İndi bilirsiniz ki, diplomatiyada, sülh prosesində mədəniyyət xadimlərindən istifadə olunur. Mən düşünürəm ki, Samirə Əfəndi adlı oxuyançını ora göndərməklə heç də sülh istiqamətində bir sülh diplomatiyasının tərkib hissəsi olmayıb. Sadəcə deyil ki, sən 12 xalını ver. Yəni, görünür ki, bu adam nə qədər erməniyə rəğbəti var, belə bir addım atıb. Deyir ki, mən general nəvəsiyəm. Vallahi vətənsevər generalın nəvəsi, vətənsevər Qarabağ müharibəsinin iştirakçısı gedib elə bir hərəkət etməzdi erməniyə. Mən və mənim tanıdıqlarım görmüşük ki, Qarabağ müharibəsində döyüşənlər və biz milli ruhda böyümüşük, ailədən o tərbiyə gəlib ki, işğal olunmuş ərazilər, Xocalı faciəsi, bu acıları hamımız yaşamışıq. Heç kim deyə bilməz ki, o erməninin işğalına əziyyət çəkməyib. Hər bir ailəyə həmin zərbə dəyib. Milli ruhda böyümüşük, ailədə belə tərbiyə görmüşük. Erməni bizim düşmənimizdir, ermənilər bizə bu qədər acı yaşadıblar, 30 il ərzində soyqırımlar, faciələr. Onda bunun evində atası gedib necə Qarabağda döyüşüb ki, bu qızın erməniyə böyük rəğbəti var və Azərbaycan adına, xalqı adından danışır. Get Tiflisdə, başqa şəhərdə erməni dığasına nə eləyirsən eləsən, öz şəxsi işindir. Sən Azərbaycanlı ola bilməzsən. Amma bunu çıxıb publika qarşısında ermənini qucaqlama, bunu Azərbaycan xalqı adına, prezidentin siyasətinə dəstək verirəm deməklə ən böyük zərbəni Azərbaycan xalqına vursa. Deməli, məni də ən çox təəccübləndirdi. Belələri, bilirsən, belə dırnaqarası insanlar ermənilərə o qədər qucaq açıb ki, ermənilər həmişə bizə zərbə vurublar. Deyir ki, mən bunu atıram ki, sülh istiqamətində bir də şəhidlərimiz olmasın. Sənin qucaq açmağına ermənilərin bizə
münasibəti dəyişəcək. Ermənilərin heç vaxt bizə münasibəti dəyişməyəcək. Mən həmişə ermənilərin siyasi ictimai xadimlərinə söhbət edəndə onlar da deyirlər ki, birgə yaşayış mümkün deyil. Bəli, mən də deyirəm ki, birgə yaşayış mümkün deyil. Amma dövlətlər arasında sülh olmalıdır, sülh prosesi olmalıdır. Biz artıq uzaqlaşa bilmərik və erməni uzun illər üzr istəyirəm, qadınlarını qucaqlamışıq ki, almışıq ki, çox-çox üzr istəyirəm. Bizim başımıza gələn faciələr, ermənilərin bizə törətdikləri faciələrin bariz nümunəsidir. Doğru. Deməli, əziz tamaşaçılar, elə maraqlı bir məqama toxundunuz. Dediniz ki, atası qazidir və çox maraqlıdır ki, elə o xanımın atası da bu məsələdə ona dəstək oldu. Siz deyirsiniz, amma mən onun atası deyib ki, qızım, sən doğru yoldasan, sən cənabın yolundasan. Cənab deyəndə prezidenti nəzərdə tutur? Prezident haçan keçikini qucaqladı, öpdü. Və yaxud xanımları, keçən dəfə elə Parisdə idi, haradaydı, bir yerdə idilər. Heç birinin qucaqlaşıb öpüşən yerdə biz görmədik. Kimsə bağına Nikol Paşinyan cənab prezidenti Kofiyə dəvət edir, dedi, sən get, mənim işim var. Cənab prezident həmişə onu aşağılayır, həmişə erməni terrorizmlə, vəhşiliyindən danışır. Cənab prezident deyir ki, biz bu vəhşiliyi unuda bilmərik. Hələ biz ermənilər öz konstitusiyasını Azərbaycana qarşı ərazi iddialarını çıxartmayıb. Ermənistanda revanşist qrup sistem var ki, onlar hakimiyyətə gəlib yenidən bizə müharibə aparmağa çalışır. Yəni bunlar nə deməkdir? Yekun sülh müqaviləsi yoxdur, deyir ki, mən sülh tərəfdarıyam. Bu sülh dırnaqarası, bu sülh tərəfdarlarına biz çox əziyyət çəkmişik və bunlar Azərbaycan xalqının beynəlxalq birlikdə demək olar ki, sülh sevməyən kimi göstərirlər. Gedirlər belə dırnaqarası mədəniyyət xadimləri dırnaqarası özlərini sülhpərvər kimi göstərirlər. Azərbaycan xalqının milli hissiyatına toxunurlar. Müharibə gedən vaxt sonra Azərbaycan xalqı bunlara etiraz edəndə ermənilər də bundan istifadə edirlər. Deyirlər, görürsünüz ki, Azərbaycan xalqı sülhə hazır deyil. Erməni heç vaxt Azərbaycana elə xal verməzdi və erməni qız heç vaxt Azərbaycan oğlanını elə qucaqlamaz, deməzdi ki, mən bunu sülh üçün edirəm. Çox təəssüf ki və çox ayıb olsun deyirəm və buradan partiya sədri hörmətli Akif Nağını məhkəməyə verir və buna vulqar söz işlədib. Sən Azərbaycan xalqı milli hissiyatına toxunubsan. Akif Nağı siyasətçidir. Akif Nağı düz elədim sizcə? Yəni söyməyəydi də. Bilirsiniz ən azı əvvəlsiz ifadələr işlədi də. İfadə işlədi, emosiya qapanıb bu məsələdir və onu da başa düşmək olar. Çünki adam uzun illər Qarabağ Azadlıq Təşkilatının sədri olub və torpaqlar uğrunda... Yəni Samir Əfəndi Bəkdandan olmamışdı, amma küçələrdə etiraz aksiyaları keçirirdi. Xalqı işğalla barışmamağa səsləyirdi. Durub Akif Nağını vətənpərvər insanı məhkəməyə verir, məni pis sözlərlə təhqir elədi. Yəni çox ucuz, çox Azərbaycan xalqına qarşı çox aşağılayıcı bir hərəkət idi və çıxır televiziyada deyir ki, niyə üzr istəməliyəm? Bunun ədasına baxın. Bunu hansı qurum ora göndərib? Hər halda Mədəniyyət Nazirliyi göndərib. Onu Mədəniyyət Nazirliyi də bilirsiniz də, Mədəniyyət Nazirliyinə qarşı çox ciddi şəkildə tənqidlər var. Onların da fəaliyyətlə suallar doğurur. Bu nə deməkdir? Aydındır. Deməli, əslində nə deməkdir? Mən sosial şəbəkələrdə aparılan müzakirələrdən bir məqama toxunmaq istəyirəm. Bu bizim gənc tarixçilərimizdən biridir, Şəhla xanım Cabbarlı. Maraqlı məsələlərə toxunub, deyir, ölkədə ciddi qürur və aşağılıq kompleksi yaşanır. Qalib tərəf bizik də, deyir, ay balam, niyə yaltaq sülh istəyirəm deyirsiniz? Müharibədə qalib gəlmiş tərəfin xalqı sülhü belə əylə istəmir. Söz deyən kimdə deyirlər ki, cənab prezidentin yolu ilə gedirik. Ondan çox bilirsiniz, deyir. Bəyəm siz prezidentin sülh prinsipini bilirsiniz. O istəyir ki, onun dövründə Qarabağ azad edilib, sülh müqaviləsi imzalansın. Bir dəfəlik bu iş yekunlaşsın. Sülh deyərkən rəsmi sənəd nəzərdə tutulur. O sənəd ki, orada yazılacaq ki, Ermənistan bir daha Azərbaycan torpaqlarına heç bir iddia irəli sürməyəcək. Sərhədlərimizin bütövlüyünü tanıyacaq. Sabah biri gün onlar torpaq iddiası edəndə, prezident də o sənədi vursun dünyanın başına, baxın sülh deyəndə bu nəzərdə tutulur. Prezidentin yolu yəni budur. Siz səhv başa düşməyin ki, gedib dərhal ermənini qucaqlamaq yoludur. Prezident dinləyən olsaydınız, onun hər sözünü yadınızda saxlayardınız. O hər dəfə Qarabağda insanlarla görüşəndə deyir ki, Xocalını unutmaq olmaz, soyqırımları, vəhşilikləri
unutmaq olmaz. Bugün Ermənistan səhifələrinə baxın, hamısı yazırlar ki, yeni yetişən övladlarımız artsaxı geri alacaqlar. Onlar nifrət aşılayır, sizsə sülh deyirsiniz. Bu unutqanlıq növbəti soyqırıma zəmin hazırlayır, xəbəriniz olsun. Bir tarixçi kimi hər halda mən Şəhla xanımın dediklərini dəstəkləyirəm. Çünki bu müğənnilərin bəziləri var ha. Çox iyrənc hərəkət edirlər. Bunlar xalqın hesabına dolanırlar. Xalq bunlara pul verir, özlərinə nə sanırlar? Çox mədəniyyətsiz hərəkət edirlər. Yəni bu xalqın sən pulu ilə varlan, imkanlar, sonra gəldin ki, niyə mən üzr istəyirəm? Təkcə hər sahədə var, təkcə müğənnilərə aid olmaz. Bugün SSR bayrağını qaldıran adam, deməli həkimdir, onkologdur. Bayaq biz TikTokda bu xəbəri TikTokda paylaşdıq, baxdıq ki, rəylərdə hamı bir əla həkimdir, gözəl həkimdir. Bayaq dediyim kimi, yaxşı həkim olmaq, yaxşı insan olmaq demək deyil. Yəni bu adamın məqsədi nədir? Mən başa düşürəm, Rusiya pul xərcləyir deyirsiniz bu məsələlərə. Mən düşünürəm ki, Rusiya pul xərcləyir və sosializm ideologiyasında olanlar da var. İbrahim Əsəd də mən normal bir həkim kimi qəbul edirdim və onun danışıqlarından da görürdüm ki, adam müəyyən dərəcədə sosializmə meyillidir. Amma sosializm bu demək deyil ki, sən gedib Rusiya bağlan, SSR-ni təbliğ elə və o ətrafında olanlar da görünür ki, müəyyən bir qrup var ki, bu müstəvidə Rusiyanın propagandası var, maliyyə verir və onları Azərbaycan xalqı arasında bu işi aparmaq üçün müəyyən bir iş qurublar. Təbii ki, onları mən TikTokda gördüm ilk dəfə. Onlar da 15 gün bundan əvvəl. 15-20 gün söhbətdir. Mən görəndən sonra təbii ki, çox əsəbləşdim bu məsələyə. Müəyyən insanlarla danışdım, müəyyən şəxslərə həmin videonu göndərdim. Yəni dedim ki, bunlarla tədbir görülməlidir. Biz bütün günü kütləvi informasiya vasitələrində, televiziyalarda danışırıq, milli vətənpərvərdən, Rusiya, Azərbaycana etdiklərinə. Amma bunlar çıxır, Azərbaycan xalqının milli hissiyatı ilə oynayırlar. Və nəhayət ki, onlar həbs olundu, cəzalandı və bunun kimlər çoxdur. Hələ biri var idi, ağsaqqal, o da Rusiyanın bir ağsaqqal imiş. Rusiyanın keçmiş SSR-nin bayrağını qaldırmışdır. Belə adamlara yer yoxdur. Azərbaycan xalqının bir bayrağı var, üç rəngli bayrağı var. Ruslarla Azərbaycan xalqının bircə yaşaması mümkün deyil. Biz müsəlmanıq, biz türkük. Ayrı-ayrı sivilizasiyanın insanlarıyıq və ayrı-ayrı dövlətlərik. Və buradan demək olar ki, onların fəaliyyəti bir növ Rusiyanın hegemonluğunu, Rusiyanı böyük qardaş kimi qəbul eləməklərindən gəlir və bir xalq kimi özlərini kiçildirlər. Bir xalqın nümayəndəsi ki, bir dövləti ideyasını təbliğ edirsə, Ləman xanım, ideologiyasını təmsil edirsə, deməli, həmin şəxs özünü həmin xalqın nümayəndəsindən kiçik hesab edir, alçaldıcı hesab edir. Sən özü o yerdə görürsən, sən xalqı, dövləti o yerdə görə bilməzsən. Biz neçə min şəhid vermişik, müstəqilliyimiz uğrunda 20 yanvar, 1-ci Qarabağ müharibəsi, 2-ci Qarabağ müharibəsi, hamısı Rusiyanın Ermənistanın əlin Azərbaycana etdiyi vəkalət müharibəsi idi. Unutduq Azal təyyarəsinin vurulmasını, unutduq Ukraynada bizim səfirliyə ballistik raket atılmasını. Rusiya Ukraynaya girəndə həmin bayraqlarla girmişdi tankların üzərində. İndi də Vladimir Putin SSR-nin xiffətini çəkir. Yenidən belə bir iqtidarların meydana gəlməsi, sosial şəbəkədən istifadə etməsi təbii ki, onlara müəyyən görünür ki, meydan açılıb, nəbz yoxlanır, onlar sərt cəzalanmalıdır. Heç bir şəxs Azərbaycan xalqının, Azərbaycan dövlətinin, xüsusi xalqın milli hissiyatı ilə oynaya bilməz. Bu dövlətin müstəqilliyi ilə oynaya bilməz. Və heç bir ideologiyanı burada təbliğ edə bilməzlər Azərbaycan xalqına yad ideologiya. O ideologiya ki, 70 il Azərbaycan əsarətdə saxlayır. 70 il Azərbaycan xalqının ziyalılarını məhv ediblər. Bizim milli hissiyatımızı, bizim milli ləyaqətimizi alçatmağa çalışıblar. Və 70 ildən sonra bizim başımıza Qarabağ məsələsi kimi böyük bir problem açıblar. Gəlib indi onları bizim özünü ziyalı adlandırdığı İbrahim Əsəd onkolu çıxıb belə bir çox düşməncəsinə hərəkət ediblər. Mən düşünürəm ki, qanun nədir? Qanunla da onlar cəzalanmalıdır.
Aydındır. Əziz tamaşaçılar, verilişimizi isə lütfən bəyənin və paylaşın. Deməli, Rusiya əlbəttə həmişə Azərbaycanda belə deyək, belə hadisələri həyata keçirib. Yəni, bir neçə ay bundan əvvəl idi Azərbaycanda, Bakıda Rus evi bağlandı. Hətta onun o təbliğatçıları da saxlanıldı. Doğru sonradan buraxıldılar, münasibətlər bir qədər yumuşalandan sonra. Amma belə bir populyar fikirlər var ki, yəni Rusiya yenə də yəni Azərbaycanda araları qarışdırmaq istəyir. Xüsusilə indiki dönəmdə. Xüsusilə bax bugünkü dönəmdə o zaten Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi məsələsi artıq Rusiyanın maraqları çərçivəsində deyil, kənarda imzalanacaqsa, bu da onun qarın ağrısıdır. Rusiyanın artıq demək olar ki, Azərbaycan ərazisində olmaması da onun qarın ağrısıdır. Hər şey Rusiyanın qarın ağrısına çevrilib və buna görə də əlbəttə bir gün Azərbaycana tərəf üzünü çevirəcək fikirləri var, belə deyirlər. Dünya da belə deyəndə Rusiyanın problemlərindən, yəni Ukraynanın başına açdığı problemlərdən danışır. Mənim indi diqqətimi cəlb edir bir maraqlı xəbər ki, Ukrayna artıq xəyanətə uğrayıb deyirlər. Mən bu sualın cavabını sizdən alacağım. Söhbət isə əlbəttə Bloomberg'in ötən gün yaydığı, yəni bugün ya dünən yaydığı bir xəbərdən gedir. Bilirsiniz ki, Donald Trump'ın xüsusi nümayəndəsi ilə Putinin köməkçisinin telefon danışıqları sızdırıldı, deşifrə olundu, bəli, mətbuata sızdırıldı. Uşakov deyir ki, biz yayılmamışıq, kim yayıb özü bilər. Amma hər halda burada deyilir ki, danışıq zamanı Vitkov Uşakova deyir ki, Zelenski Ağ Evə çatmazdan əvvəl Putinlə Trump'ı telefonda danışdıraq. Hətta Putin Trump'la necə danışmağın mexanizmini də verirlər ki, belə dinən, sən onu təriflə, ay nə bilim, sülh istəyən şəxs kimi təqdim elə və s. və ilaxır. Hər halda burada xüsusilə belə deyirlər, Bloomberg'ə görə Trump Ukraynaya təzyiq siyasətinə qayıdıb, Trump'ın Ukraynaya 28 maddəlik sülh planını qəbul etmək üçün 72 saat vaxt verməsini də buna nümunə göstərmək olar. Yəni, bu gizli danışıqlardan sonra Trump'ın ki, bu qış sərt gələcək, Zelenski, sənin bir həftə vaxtın var, sən mütləq bu 28 məntlik sülh mətnini qəbul eləmirsən, yəni doğrudan mı Ukrayna xəyanətə uğrayıb? Belə demək olarmı? Bəli. Uytkov, bilirsiniz, mən prosesləri yaxından izləyirəm və hər gündə bununla bağlı mənim müsahibələrim və özəl yazılarım olur. Uytkovun tez-tez Moskvaya getməsi və Moskvadan qayıtdıqdan sonra Amerika-Ukrayna arasında münasibətlər həmişə gərginləşir. Donald Trump'ın Ukraynaya münasibəti mənfi istiqamətdə gedir. Və fikirləşirdim ki, Uytkov niyə Moskvadan qayıtdıqdan sonra belə oldu? Görünür, Uytkov verbof olunub, Kremlin, Putinin, Rusiyanın lobbiçiliyin həyata keçirilməsi istiqamətində müəyyən təminatlar alıb. Mən bunu belə dəyərləndirirəm. Çünki 28 maddədən ibarət sənəd konkret olaraq Ukraynanın kapitulyasiyası aktıdır. Orada Putin Ukraynaya girəndə nə deyirdi ki, Ukraynanın silahsızlaşdırılması, Ukraynanın şərq hissələrinin, Ruslar yaşadığı ərazilərin Rusiya birləşdirilməsi, Ukraynanın bir də NATOya daxil edilməməsi. Həmin 3 şərtdə 28 maddədə var. Və bu bütövlükdə Ukraynanın təslim edilməsidir və bunda Trump Putini hədiyyə etməyə çalışır. Təbii ki, əgər Avropa ölkələri olmasaydı, konkret olaraq sabahları Volodymyr Zelenskinin son günlərdir. Volodymyr Zelenski də həmin gündə bilirsiniz ki, çıxdı, xalqa müraciət elədi. Dedi, bir həftədən sonra vəziyyət çox kəskindir. Amma Avropa ölkələrinin təbii ki, burada mövqeyi kifayət qədər sərt oldu. Həm Almaniya, həm Fransa, həm Böyük Britaniya bu məsələdə Donald Trump'a təzyiq etdilər və Cenevrə danışıqları aparıldı və düşünürəm ki, bu səs yazıya ABŞ-ın kəşfiyyatı yazıb ya da Böyük Britaniyanın kəşfiyyatı və bu sızdı. Yəni Almaniya yazıb mütləq, hə? Eləmə. Böyük Britaniya. Çox böyük ehtimallı Britaniya. Böyük Britaniya çünki olmazdı. Bu elə Amerikanın beynəlxalq müstəvidə mövqeyini zəifləməsinə, Rusiyanın fövqəladə dövlət statusu almasına gətirib çıxarardı. Həmin 28 bəndin qəbul olunması, həmçinin Avropa ilə Amerika arasında müttəfiqlik sona çatır və Qərb alyansı parçalanır.
Putin də bunu istəyirdi. Görün Kellogg'un, Witkoff'un Donald Trump'a o qədər böyük təsiri var ki, bunu Donald Trump'a qəbul etdirib. Nəyə müqabilində düşünürəm ki, Rusiyanın zəngin təbii ehtiyatları var da. Onunla şirinləşdirib deyirsiniz. Ola bilər ki, onunla şirinləşdirirlər. Amma belə də deyildi ki, güya tam altından çıxmağa çalışdılar. Güya ki, bu sənədi sadəcə buna deyib, o da havada imzalayıb da. Yəni belə bir, yəqin işin altından çıxmaqdan ötürü. Geri çəkilir, yaxşı geri çəkilir. Bir də Amerikan dövlət katibi də Rubio da çox mərd burada davrandı, obyektiv davrandı, dedi ki, Rusiya o sənədi imzalayıb və Rubio prosesi üzərindən götürdü, gəldi. Cenevrədə danışıqlar aparıldı. Avropa, Ukrayna və Amerika 19 maddəyə endirildi və bu proses də bu istiqamətdədir. Mən düşünürəm ki, Utkov görəvindən ayrılacaq. Trumpın burada kifayət qədər mövqeyi zəiflədi. Artıq Qərb Alyansına Avropanın, Qərbin Donald Trumpa etimadı zəiflədi. Artıq Donald Trump'ı güclü lider kimi, sülhpərvər lider kimi də qəbul olunması da demək olar ki, sual altındadır. Artıq respublikaçılar da ona etimadı zəiflədi. Necə ola bilər ki, sənin xüsusi nümayəndən Rusiyanın lobbiçilini edir və sənlə necə davranmalı olduğunu Rusiya tərəfinə deyir. Yəni bu həqiqətən də Amerika dövlət sisteminin degradasiya olunmasıdır. Bu dövlət ağlından kənardır. Yəni sən verbovka olmalısan. Ya da sən verbovka olunub da görünür ki, yaxşı pullar veriblər. Yaxşı ola bilər ki, pullar verirlər və Amerikada hakimiyyətdə olanlar biznesmenlər də çox. Yəni tacirlərdir, tüccarlardır. Bizim loru dildə desə tüccarlardan ibarətdir. Nəyinsə müqabilində bəzən puldan sonra çox şeylərindən keçirlər. Görünür ki, bunlar amma istənilən halda indi Avropadan da belə deyək xeyli dərəcədə təzyiqlərin nəticəsində sənəd kifayət qədər bəli Ukraynanın xeyrinə dəyişdirildi. Olacaqmı, sülh olacaqmı? Çünki bayaq gələn xəbərlər belə idi təxminən ki, artıq razılaşma olub. Yəni ki, hətta bayaq NATO'nun baş katibi Rutte'nin bir açıqlaması vardı ki, dekabrın sonuna qədər bu gözlənilir ki, olsun. Sizcə alınacaqmı bu sülh? Bu günün də bir açıqlaması yayıldı. Rusiyanın prezidenti yaxın adamı, Avrasiyaçı bir fikir adamı deyilir. O da deyir ki, artıq sülh olmalıdır. Çünki Rusiya iqtisadiyyatı bundan zərbə alır. Həmçinin Rusiyanın şəxsiyyətinə ciddi şəkildə kifayət qədər zərbə alır. Və bu sənədin də Rusiya tərəfindən də qəbul olunması o deməkdir ki, Rusiyada artıq müharibəni aparmaq gücündə deyil. Artıq Rusiyada bu işi sonlandırmağa çalışır. Bilirsiniz, həmin 19 indi maddədən ibarət sənəd var ki, onun ana xətti indiki təmas xətti boyunca atəşkəsi təklif edir. Ordular dayanır və danışıqlar aparılır. Sadəcə olaraq Rusiya indiyə kimi buna razı deyil. İndi ABŞ-la Rusiya arasında Əbu Dabidə danışıqlar keçirir yüksək səviyyədə. Görünür ki, ABŞ Rusiyanı başa salmalıdır ki, indiki xətt boyu atəşkəs elan olunsun və danışıqlar aparılsın. Əgər bunu Rusiyaya qəbul elətdirə bilsə ABŞ, təbii ki, dekabra kimi müəyyən atəşkəs olar, sülh atəşkəs olar və müəyyən danışıqlar aparıla bilər. Əgər NATO'nun baş katibi belə bir informasiya verirsə... Verir, amma eyni zamanda da NATO 5 milyard dollarlıq deməli silah verir Ukraynaya. Yaxşı, bu həm sülh, həm də təzədən silahlandırma. Əgər Ukraynanın silahlanması həyata keçirilməsəydi, bu pullar verilməsə, təbii ki, Rusiya həmin danışıqlar, həmin sənədlərlə razılaşmazdı. Mən dəfələrlə demişəm ki, daima televiziyalarda Rusiya ilə diplomatik dildə yox, yalnız və yalnız güc dilində danışmalısan. Bu məsələ yalnız sahədə həll olunmalıdır. Rusiya istədi ki, Trumpla bunu diplomatik danışıqlarla həll eləsin, müəyyən bir güzəştlərlə, bu ticari güzəştlərlə, amma Avropa konkret bunu döyüş meydanında həll etməyə çalışır. NATO da təbii ki, 5 milyard dollar məbləğində Ukraynaya silah-sursat göndərib. Əgər həmin güc olmasaydı, təbii ki, Rusiya Donbas yox, tamamilə Ukraynanın digər ərazilərini tələb edərdi. Aydındır. Əziz tamaşaçılar, verilişimizi isə lütfən bəyənin və paylaşın. Bu arada İmran Xanın öldürüldüyü xəbərləri yayıldı. Pakistanın sabiq baş naziri İmran Xanın müəmmalı şəkildə öldürüldüyü iddia olunub. Bu barədə Afghanistan Times qəzeti məlumat yayır.
xanım bacıları Norin xan, Alimə xan və Uzma xan 2023-cü ildən həbsdə olan qardaşları ilə görüş tələb etmək üçün Pakistanın Təhrik-i İnsaf Partiyasının tərəfdarları ilə birlikdə toplaşdıqları zaman hücuma məruz qaldıqları deyilir. Görüşə icazə verilməyib deyə məlumatlar verilir və bir neçə mənbə isə onun meydinin həbsxanadan çıxarıldığını qeyd edir. Məsələ ilə bağlı Pakistan hökuməti rəsmi açıqlama verməyib deyə Pakistandan gələn bir xəbər. Zaten Pakistanda həmişə baş nazirlərin də, sabiq baş nazirlərin də aqibəti belə olub. Pakistanda kim baş nazir postuna gəlirsə, deyir o kəlmə-i şəhadətini oxuyub sonra gəlsin. Çünki onları o aqibət gözləyir. Mən təəssüflədim, amma hər halda İmran xanım... İmran xan bizə də dost oldu. Bəli. Yəni o baş nazirliyi dövründə də Azərbaycanla münasibətlər həmişə yaxşı olub Pakistanın. Pakistan xalqı dost xalqdır. Həmişə biz orada sabitliyin təmin olunmasında tərəfdarı, istər orada müxalifətdə olsun, istər iqtidar müxalifət orada hakimiyyətə gələndə biz də münasibətləri daima qardaşlıq müstəvisində davam etdirib. İndi bu da Pakistanın siyasi sistemidir. Onların prezidentləri də, baş nazirləri də belə bir sui-qəsdlərə məruz qalıb. Bu da təbii ki, Pakistanın siyasi palitrasıdır və biz də bunu belə qəbul edirik. Deməli, bu arada bir xəbər də Simanyandandır, yəni erməni Simanyandan. Margarita o ermənidən yox, vəzifədə olan parlamentin spikeri Simanyandan əlverişli vaxtda Bakıya gəlməyə, səfər etməyə hazıram deyib. Simanyan hələlik Azərbaycandan rəsmi dəvət almadığını, lakin belə bir təklif olsa onu nəzərdən keçirəcəyini deyib. Parlament sədri həmçinin qeyd edib ki, Azərbaycanlı həmkarı Milli Məclisin spikeri Sahibə Qafarovanı da İrəvana dəvət etməyə hazırdır. Ötən həftə demək olar ki, ermənilər gəldilər, bizim paytaxtda gəzdilər, hətta Targoviyada getdilər, eyni zamanda Botanika bağında da oldular və s. və ilə axır. Hətta Targovda onları erməni dilində salamlayan iki ağsaqqal da tutturmuşlar. Bizim çox bilmişlər. Sonra dedilər bu təsadüf nəticəsində olub və s. və ilə axır. Amma mən belə təsadüflərə çox da inanan adam deyiləm. Salamlaşıblar, erməni dilində hal-əhval eləyiblər. Ona görə bayaq o Şəhla xanımın dediyi, yəni biz çox belə əldən ayaqdan gedirik təəssüratı var bizdə. Niyə? Niyə bu qədər bizim erməni sevgimiz irqıcı qırıb? Niyə? Yəni, nə üçün darıxmışıq? Yenə Kirvəli üçünmü? Yenə erməni axçiləri üçün darıxmışıq? Nə üçün darıxmışıq sizcə? Çünki müəyyən vəzifədə olanların bağları var. Bağları var, əlbəttə ki. Nə oldu? Ramiz Mehdiyevin də bağını qırdılar, bugün yazdılar ki... Təmiz qanında Azərbaycanlı, türk qanı olan, yəni bu hərəkət etməz. Bu dövlətlər arası sülh olmalıdır. Yəni, konkret olaraq əgər belə bir şey varsa, mən təəssüf edirəm və onların fəaliyyəti təbii ki, Azərbaycan xalqının əleyhinədir. Biz xalq olaraq sülhə hazırıq, amma bu dərəcədə mehriban səviyyədə olmamalıdır. Birisi, erməninin biri, baxdım, Ermənistan tərəfindən də baxdım, o deyir ki, ermənilərlə Azərbaycanlıların bəzən oxşarlığını qeyd edir. Deyir ki, bizim mətbəx, davranışlar, danışıqda, emosiyaları indi. Hətta biri qayıt dedi ki, ha, brat deyir, hə, brat deyir, biri deyəndə telefona deyir, elə bildim ki, mən Yerevandayam. Yəni, ermənilər də bu sözdən istifadə edir. Yəni, göründüyü kimi, belə pozitiv açıqlamalar verirlər, amma biz aldanmamalıyıq bu kimi açıqlamalara. Ermənistan baş naziri Nikol Paşinyan real prosesləri qəbul edib, Ermənistanı Rusiyanın forposundan Ermənistan müstəqil bir dövlət etməyə çalışır. Bir növ o Azərbaycanın sevgisindən bunu etmir. Bir növ Ermənistan xalqını və erməniləri Rusiyanın bataqlığından, Rusiyanın caynağından xilas edir. Və bunu da Azərbaycanla Türkiyəyə sülhdə görür, münasibətlərin normallaşmasında görür. Ona görə bu addıma gedir. Heç də Nikol Paşinyan və onun xalqı Azərbaycanla konkret olaraq gəlib tez qucaqlaşmaq marağında da deyil. Yəni, proses bundan ibarətdir. Bu günləri Nikol Paşinyan açıqlamalar verir ki, mənim hakimiyyətim dövründə Ermənistan dövlət borcu 2 dəfə artdı. Sual verirlər, niyə silahlar almışam? Bu silahları niyə alıbsan, Ermənistan? Sən gedib Gürcüstanla müharibə eləməyəcəksən, İranla yox. Yəni, bu silahları konkret, sabahlar revanşistlər hakimiyyətə gəldi. O silahlar kimə qarşı oynayacaq? Azərbaycana qarşı. Və sən deyirsən, mən sülhpərvərəm, amma
kifayət qədər hücum silahları alıbsan. Hindistandan, Fransadan və bilmədiyimiz ölkələrdən sənin əlində. Yəni başına gələn bu müsibətlərdən sonra sizcə almamalıydım ki, biz də ordu, hər bir ölkə ordusuna... Mənzili 3 kilometr olan səsdən sürətli raketlər alıb. Məsələ budur, hədəf nə edir? Sənə lazımdır, hədəfi 5 kilometr olan sən səsdən sürətli raketlər alasan. Yəni zaten biz erməniləri həmişə xəyanətkar bir millət kimi görmüşük, amma çox maraqlıdır ki, heç vaxt da o tarixdən dərs almırıq. Bizim də çox ciddi problemlərimiz var. Bilirsiniz, nəsillər yenilənməlidir. Deməli, bir məsələni deyim, Musa Peyğəmbər öz qövmü ilə, Allah ona deyəndə gəl indiki Fələstin, İsrail torpaqlarına, amma həmin nəsil kölə olmuşdu. Döyüşmək istəmirdi, Misirin təsirində idi. Gəlib Sinay yarımadasında, onlar yenə də getmək istəmirdi. Deyirdi ki, qaydaq Misirdə qalağın. Amma Allah-u Teala 40 il ərzində onları saxlayısına da yeni nəsil böyüdü və o yeni nəsil gəldi indiki İsrail torpağına, Fələstinlərlə döyüşü torpaqları aldı. 90-cı illərdə təbii ki, bizim ata-babalarımız olan Sovet təvəkküründə idi, ciddi vətənpərvəri yoxdur. Döyüşdülər, amma istədiyimiz döyüş alınmadı. Biz döyüşdə uduzduq, müharibəni yox. Amma 30 il ərzində yeni nəsil yetişdi. Həmin döyüşə bilməyən bizim atalarımız ermənilərlə, onun övladları, yeni nəslimiz getdi Qarabağı döyüşdən aldı. Mən hesab edirəm ki, bilirsiniz, nəsildən nəsilə nəfərlər var. Məsələn, bizim atalarımız o qədər erməniyə nifrət eləmirdi, birgə yaşamışlar, amma indi bizim nəsil dəyişmişik. İndi bizdən növbəti nəsil mən düşünürəm ki, artıq erməni ilə daha çox məsafə saxlayacaqlar. İndikindən daha dəhşətləri əslində əsrin 20-ci nəsillərində, əvvəllərində olmuş idi. Kosmopolit var, kosmopolitlər var. Özü deyirlər ki, bizim vətənimiz yoxdur, biz kosmopolitik. Yəni, belə bir şeylər yoxdur. Dövlətləri yaradan həmişə millətçilər olur, qoruyan da millətçilər olur. Kosmopolitdir, nə bilim, hansı ideyalardır. Yəni, bunlar konkret olaraq millətin milli mənəvi dəyərlərini məhv edirlər. Dəyər qaldı ki, bayaq bir də video sosial şəbəkələrdə paylaşıbdı. İndi deyəcəyim, biraz qərəz olacaq, amma ki, ictimai adamlardır. Niyə dedim ya ki, Fəzail Ağamalının nəvəsini paylaşıblar. Deməli, mən məsəl üçün heç kimin, bayaq hətta xəbərlər oxuyanda da dedim ki, bugün ailələrin çoxunda o elə qızlardır. Burunları kəsik, dodaqları silikon. Mən buna təəccüblənmədim. Yəni o nəvənin bugün. Amma yaxasındakı xaça baxanda dəhşətə gəldim. Bu Fəzail Ağamalının özü deputat qızı Günayın qızıdır. Bəli, qızıdır. Ana parlamentdə ailə, qadın, nə bilim, nə uşaq komitəsinin, həm də hansısa bir dini komitənin üzvüdür. Evladının yaxasında isə iddialar belədir. Deyirlər ki, bəli, məhz 100% yazıblar. Yəni, paylaşan da jurnalistlərdir. Buna bilər ki, biz multikulturalistik. Olur mu elə? Elə olurmu? Onda orada hər kəs deyir ki, gör bizi kimlər idarə edirik. Gör onda kimdir bu adamlar ki, parlamentdə hansısa bir bölgəni, hansısa bir regionu təmsil edir. Hələ sən bir qızımın yaxasından o xaçı çıxar. Açıq rastıma gəlməyib baxacam. Mütləq baxın. Baxım, ondan sonra mövqeyimi hər halda bildim. Mən xəbərlərimdə bunun üstünə çox getmədim. Mən fikirləşdim ki... Mən baxıram, olmaz konkret olaraq ali bir yerdə təmsil olunan şəxsin ailəsində belə xaç işarəsi və yaxud təbii ki, bu təəccüb və təsir doğurur. Yəni, mən də düşünürəm ki, bunu edən adam, yenə də bir sıradan bir adam olsa, əziz tamaşaçılar, hər halda düşünmək olardı ki, indi nə bilim bir yanlış. Amma bir də var ki, sən özün ixtisasca tarixçi olasan və uzun ilə 30 ildir parlamentdə təmsil olunasan, indi özün də çıxmamış qızı ora yerləşdirəsən və ən sonunda da... Mən indi baxdım. Baxdınız mı görüntülərə? Məhətə çox belə biədəbcəsinə. Yenə də deyirəm, yəni davranışları özləri bilər, gənclər, nə bilim, əksəriyyəti belə açıq-saçıq həyatı sevirlər. Amma məni təsirləndirən sadəcə o yaxasındakı xaç və bu adamın anası parlamentdə oturub. Biz dəyişməliyik. Valla biz dəyişməsək, biz mümkün olası deyil.
Bu nəsillər deyəcək ki, dəyişib, nəsillər dəyişib. Kosmopolitlərdən danışırsınız, falan danışırsınız. Amma necə nəsil dəyişiblər, amma o kök var da, kök. Bax. Azərbaycan xalqı biz türk xalqıdır və İslamdan da əvvəl bizim həmişə öz əxlaqımız, milli dəyərlərimiz olub. Bunu biz həmişə təkallahlı olmuşuq. Türk genələyib bundan irəli gəlib. Təbii ki, indi biz müsəlmanıq, İslam dəyərlərinə malikik. Mən düşünürəm ki, İslam dəyərləri də təbliğ olmalıdır, əxlaqi dəyərlər. Əxlaq 7-ci əsrdə necə idisə, indi də elə olmalıdır. Əxlaqi dəyərlər bu 7-ci əsrdə, 3-cü əsrdə və 21-ci əsrdə belə olmamalıdır. 7-ci əsrdə necə idisə, 21-ci əsrdə də elə olmalıdır. Məncə əxlaqi dəyərlər, milli mənəvi dəyərlərin əsrlərə və yaxud indiki müasirliyi ilə heç bir əlaqəsi olmur və vətənpərvərlik də həmçinin, milli mənəvi dəyərlər də həmçinin dövləti, xalqı qoruyan, onu inkişaf elətdirən onun milli mənəvi dini dəyərləridir. Yapon xalqı görürsünüz ki, necə inkişaf eləyir? Öz milli mənəvi dini dəyərlərinə sadiqdir. Çin xalqı necə inkişaf eləyir? Onlar da həmçinin belə. Amma çox təəssüf ki, bizdə belə bir problemlər var. Hətta dövlət hakimiyyətlər də, bilirsiniz, dövlətlər də xalqın milli, mənəvi, əxlaqı ilə də məşğul olmalıdırlar. Xalqı başlı başına buraxmaq lazım deyil. Hakimiyyət mütləq şəkildə xalqın əxlaqı ilə də, onun milli, mənəvi dəyərləri ilə də. Təklif edirsiniz ki, əxlaq polisi gətirsinlər. Əxlaq polisi. Valla bu da hakimiyyətin işi deyil. Mənə elə gəlir ki, əxlaq ailədən başlayır. Təbii ki, əxlaq ailədən başlayır. Doğrudur. Təbii ki, hakimiyyətin də üzərinə düşən müəyyən missiya var. Budur, bax, televiziyalar. Ən azından o televiziyalar biabırçıdır. Bu elə sırf hələ hakimiyyətin işidir ki, o televiziyalara siz bəli, əgər halı elə televiziyalar var, ümumiyyətlə nə bilim dövlətdən vəsait alır, elələri var ki, dövlət imkan yaradır, hakimiyyət imkan yaradır ki, onlar reklamla çoxlu xeyli dərəcədə pullar əldə edirlər. Dəqiqəsi qızıl deyil o televiziyanın. O televiziya əgər hər gün bizə o silikon dodaqları, o estetik, o həkimləri burun qısaldanları, nə bilim, bilmirəm, yaxasından xaç asanları təbliğ eləyirsə, boşanmaları təbliğ eləyirsə, təbii ki, bunda vəziyyət bu qədər fəsadlı olacaq. Amma mən eyni zamanda düşünürəm ki, bəs ailə nə üçündür? Ailə də ondan ötürüdür ki, ailə də evində bir uşağına desin ki, ay bala, deyir, qızını döyməyən, dizini döyər. Mən demirəm, indi hamı geçsin qızlarını döysün. Amma en azından qızla tərbiyə verməyi də bilməlisən də. Üstəgəl siz güya seçilmiş sayılırsınız. Güya seçilmiş. Yəni, seçilənlər var da, yəni bu parlament seçkili orqanda ümumiyyətlə millətin bir güya seçilmişləri var. İndi siz ya zəlzəldən, ya vəlvəldən gəlib ora düşmüsünüzsə, heç olmasa nümunə olmağı bacarın da. Bacarın da bu nümunə olmağı. Sizə axı o fürsəti yaradıblar. Bizim əlimizdən alıb sizə veriblər. Deyiblər ki, get sən layiqsən. Sən də layiqincə təmsil elə də. Yəni, biz sizə nə istəyirik ki? Sosial şəbəkə ilə bağlı müəyyən qanunlar hazırlanır bildiyimə görə və sosial şəbəkədə qeyri-etik şeylər paylaşılanlar, milli mənəvi dəyərlərə xas olmayan videoların yayılması, indi bununla qanunlar müəyyən müddəalar tətbiq olunacaq və bunu da mən alqışlayıram və düşünürəm ki, bu televiziyalara da şamil edilməlidir. Və təbii ki, hakimiyyətin də üzərində bu, çünki sosial şəbəkələrdir, televiziyadır, kütləvi informasiya vasitələrdir. Bunlar yalnız hakimiyyət bu məsələdə məsuliyyət daşıyır və buna ciddi nəzarət olunmalıdır. Təşəkkür edirəm, çox sağ olun, çox sağ olun. Əziz tamaşaçılar, Məhəmməd Əsədullazadə ilə gündəmi müzakirə etdik. Sizdən isə ricam, verilişimizi lütfən bəyənin və paylaşın. Görüşəcəyik, salamat qalın.